Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, gününüz uğurlu olsun. Bugünkü mövzumuz son zamanların ən aktual problemlərindən olan autizm sindromu ilə bağlı olacaq. Bir çox valideynlər, ümumiyyətlə cəmiyyətdə insanlar biz bu uşaqlarla rastlaşanda, nəqliyyatda, hər hansı bir sosial platforma üzərindən çoxlu suallar yaranır. Eee, Araşdırırıq, soraqlaşdırırıq, amma bunların hamısını bir peşəkarın dilindən eşitsək daha doğru olar. Ona görə də bugünkü qonağımız psixoloq Fidan xanım Əbdulovadır. Xoş gəlmisiniz Fidan xanım. Xoş gördük Nərgiz xanım. Dəvətiniz üçün təşəkkür edirəm sizə. Çox sağ olun. Qeyd elədiyim kimi bugünkü mövzumuz autizm sindromudur. Siz də bu işin içərisində olduğunuza görə özünüz də bilirsiniz ki, bir çox valideyn üçün nə qədər də araşdırsa bu qaranlıq bir mövzudur. İnşallah bugünkü verilişimizdə bir çox suallara cavab tapacağıq. İlk sualım belə olacaq sizə. Autizm sindromu ümumiyyətlə nədir? Autizm dedikdə biz nəyi başa düşməliyik? Autizm spektr pozuntusudur, autizm xəstəliyi deyil və autizmdə hansısa fiziki qüsurlar özünə biruzə vermir. Autizm spektr pozuntusu olan uşaqlarda fiziki inkişafları eynən normal inkişaf səviyyəsi kimi gedir. Məsələn, körpəlikdən artıq iməkləmə, diş çıxarma, gəzmə eynən öz yaşıdları kimi gedir. Autizm nədir? Autizm fərqlilikdir və sindromdur. Sindrom nədir? Əlamətlər toplusudur. Autizm özü neuropsixoloji bir pozuntudur. Bu özünü hansı aspektlərdən biruzə verir? Artıq körpəlikdən etibarən autizm sindromunun əlamətləri özünü biruzə verməyə başlayır və 2-3 yaşa doğru artıq autizm sindromunun əlamətləri kəskinləşməyə başlayır. Və hansı əlamətlərdən biz autizm sindromunun olub-olmadığını müəyyənləşdirə bilərik? 2-3 yaşa doğru artıq sosial münasibətlərdə yetərsizlik və ünsiyyət bacarıqlarında yetərsizlik özünü biruzə verməyə başlayır. Və autizm sindromunda əqli geriliyi də olur. Ancaq hər əqli geriliyi olan uşaq autizm sindromludurmu? Xeyr. Ümumiyyətlə autizm sindromlu uşaqlar hər biri individualdır, hər biri fərqlidir. Yəni bir autizm sindromlu uşaqda digər autizm sindromlu uşağa bənzəməyə bilər. Çünki orada əqli geriliyin şiddət dərəcəsi vardır və yaxud da ki, takıntılı davranışlar vardır. Hansı əlamətlərin daha çox özünü biruzə verməsi vardır. Autizm sindromlu uşaq var ki, danışa bilir, nitqi var. Amma autizm sindromlu uşaq var ki, 35%-də ümumiyyətlə nitqi olmur. Yəni fərqliliklər özünü biruzə verir. Necə ki, hər bir insanın barmaq izi fərqlidirsə, eləcə də autizm sindromlu uşaqdan uşağa fərq özünü göstərir. Ümumiyyətlə autizm sindromlu uşaqlar göz kontaktı zəif olur, sual verdikdə cavab verməyə bilər, qrup oyunlarına qatılmaqdan, sosiallaşmaqdan qaça bilərlər və nitqində də problemlər görünür autizm sindromlu uşaqlarda. Hansı problemlər görülür? Məsələn, onların nitqində sıçramalar özünü biruzə verə bilər. Bu nə deməkdir? Normalda uşağın inkişafı, nitqinin inkişafı zamanı birinci alıcı dil formalaşır. Yəni uşaq birinci anlamağa, qavramağa başlayır və ondan sonra artıq uşağın nitqi yaranır. Ancaq autizm sindromlu uşaqlarda bəzən 2-3 yaşlı uşaq var ki, autizm sindromlu olan danışa bilir və yaxud da ki, hər hansı bir musiqinin sözlərini əzbərə bilir, ancaq orada olan hər hansı bir sözün mənasını bilmir və yaxud da ki, hər hansı bir sözü ünsiyyət məqsədi ilə istifadə etməz. Ümumiyyətlə, autizm sindromunu əsasən 3 əsas, belə deyək ki, aspektdən tanıyırıq. Bunlar hansılardır? Birinci, sosial bacarıqlarda olan yetərsizlik, ünsiyyət bacarıqlarında olan yetərsizlik və takıntılı və təkrarlayıcı davranış. Nərgiz xanım, sual yarana bilər sizdə ki, takıntı nə deməkdir? Bəli. Takıntı əhəmiyyəti olmayan, təkrarlanan və dəyişməyən davranışlardır ki, hər bir autizmli uşaqda əksəriyyətində demək olar ki, ən azı bir takıntılı davranış özünü biruzə verir. Bunları Həmçinin açsaq, hansı takıntılar var ümumiyyətlə? Bu barədə məlumat verə bilərsiniz? bəli, takıntılar da növlərinə görə ayrılıb. Maraq takıntısı var, ondan sonra simmetriya takıntısı var, əşya, eyniliyi davam etdirmə, davranış takıntıları var. Yəni bunların hər biri ayrı-ayrılıqda özünə məxsus əlamətləri vardır ki, irəliləyən dəqiqələrimizdə bunun haqqında daha ətraflı Aydın. danışarıq. Və bir də onu da qeyd etmək istəyirəm ki, autizm sindromlarda ümumi məlumat verəcəm ki, insanlarda bir autizm nədir deyə anlayışı yaransın. Ümumiyyətlə, autizm sindromlu, autizm spektr pozuntusu olan uşaqlarda yuxu və yemək problemləri də olur.
Bu necə olur? Necə büruzə verir özünü? Ümumiyyətlə uşaqlar adətən körpə yaşlardan sancısı olanda, ağrısı olanda, acılığı olanda ağrıyır. Amma avtizm sindromlu uşaqlar vardır ki, ümumiyyətlə körpəlikdən belə bunu ağlamaqla büruzə verməz. Yəni ana anlamır ki, uşaqda sancısı varmı, yoxmu, acdımı, deyilmi? Və yaxud da ki, avtizm sindromlu uşaqlar vardır ki, digər normal inkişaf səviyyəsi göstərən uşaqlar kimi, narahatçılığı olanda ağrıyır, valideyn onun qayğısına qaldıqdan sonra artıq sakitləşir və, belə deyək ki, yemək problemləri də yaranır. Çeynəmə, udma davranışlarında, problemlər olur. 4-5 yaşa qədər adətən çeynəmədə problem olur avtizm spektr pozuntusu olan uşaqlarda və yaxud da ki, deyək ki, eyni yeməyi yemə, eyniliyi davam etdirmə takıntısı ki var deyə, eyni yeməyi yeməyə davam etdirmə istəyirlər bu hal belə davam etsin deyə və bəzən də elə avtizm sindromlu uşaqlar vardır ki, hər şeyi yeyərlər. Yəni buna pikada deyilir. Ümumiyyətlə yeyiləsi olmayan şeyləri yeyər. Təbaşir yeyər, torpaq yeyər. Bilinçsiz şəkildə. Bəli, deyirsiniz. bəli. Şüursuz olaraq, yəni hər şeyi yeyə bilən avtizm sindromlu uşaqlar vardır. Bəli. Ümumiyyətlə reabilitasiya dönəminə toxunmaq istəyirəm. Erkən yaşda reabilitasiya nə qədər önəmlidir? Ümumiyyətlə bu yaş neçə yaşdır? Mhm. Avtizm sindromunda ümumiyyətlə erkən reabilitasiya can qurtarır. Avtizm sindromunun əlamətləri artıq uşaqlarda körpəlikdən etibarən özünü büruzə verməyə başlayır. Yalnız artıq 1 yaşından etibarən uşağı müayinə edib onda avtizm spektr pozuntusunun əlamətləri olub-olmadığını müəyyənləşdirmək mümkündür. Normalda uşaqda avtizm sindromu diaqnozu 3 yaşdan etibarən qoyulur. Ancaq ki, əgər avtizm sindromunun əlamətləri uşaqda müşahidə olunarsa, valideyn müayinəyə gətirdiyində, bəli, biz bu haqda valideynə məlumat veririk ki, artıq övladınızda avtizm spektr pozuntusunun əlamətləri özünü büruzə verir və bunun üçün reabilitasiya alması mütləqdir və erkən reabilitasiyanın 0-3 yaş dönəmində başlanması bu, belə deyək ki, həm uşaq üçün, həm ailə üçün çox vacibdir, həm də faydalıdır. Çünki 0-3 yaş arasında uşaqlar üçün öyrənmə prosesi və belə deyək, problemli davranışların korreksiyası, onlara aradan qaldırılması daha sürətli davam edir. Nəinki 3 yaşdan sonrakı dönəmlərdə. 3 yaşdan sonrakı dönəmlərdə də mümkündür, ancaq biraz zaman müddəti fərqi olur. Ona görə də daim biz valideynlərə də qeyd edirik ki, erkən reabilitasiya olması, ən azından bir müayinənin olması, yəni lazımdır. Həmçinin reabilitasiya nəticəsində onu da qeyd edim ki, hansı nəticələr olur? Erkən reabilitasiyadan sonra uşaqlarda takıntılı davranışlar azalır, zehnində irəliləyişlər olur. Uşaqda əgər zehni geriliyi əlamətləri varsa, nitqində irəliləyişlər olur. Hansı ki, nitqində exolaliyalı, yəni təkrarlayıcı nitqi olur. Onlarda azalma özünü deməli göstərir. Və bu səbəbdən də hər zaman valideynlərə biz erkən reabilitasiyanı önəririk və sevindirici hal da budur ki, artıq valideynlər özləri də maraqlanmağa başlayırlar. Məsələn, bir 5-10 il bundan öncə avtizm sindromlu övladı olan ailələrdə belə deyək ki, hardasa 3-4 yaş aralığında müraciət edərlər. Ancaq indi valideynlər özləri də araşdırdığına görə, erkən vaxtda məlumatlı olduqlarına görə artıq 1 yaş yarımdan etibarən müraciət edirlər. Yəni narahat olurlar və təbii haldır ki, müraciət edirlər və bununla da biz əlimizdən gələni bir psixoloq olaraq ailə üçün, uşaq üçün etməyə çalışırıq. Çox gözəl vurğuladınız. Ümumiyyətlə avtizm sindromunun əlamətləri nədir? Avtizm sindromunun əlamətləri bəzən valideynlərin narahatçılığı olduğu bir məqamdır ki, ümumiyyətlə nitq ləngiməsi, psixi inkişaf ləngiməsi olduqda belə valideynlər narahat olurlar ki, görəsən mənim övladımda avtizm spektr pozuntusu varmı? Yəni bundan şübhəlidirmi ümumiyyətlə? Avtizm spektr pozuntusunun əlamətləri belə deyək ki, ümumi mən sizi üçün sadalayacağam. Ancaq bəzi belə deyək ki, inkişaf gerilikləri də vardır ki, onlardan da ayırmaq lazımdır. Çünki ortaq əlamətləri olan geriliklər də vardır. Avtizm spektr pozuntusunun əlamətləri göz təması qurmazlar və yaxud da az sayda qurarlar. Amma avtizm sindromlu uşaqlarda vardır ki, göz təmasını qura bilir. Bu yenə də qeyd etmək istəyirəm ki, avtizm sindromunun şiddətindən asılıdır.
az qururlar və yaxud da heç qurmazlar. Tipik autizm sindromlu uşaqlar. İndividual gedir də Bəli, bu da. bəli, uşaqdan uşağa fərqlilik özünü göstərə bilər. Bu yaxınlarda mən özüm də sosial şəbəkədə bir autizm sindromlu uşağın səhifəsinə rast gəldim. Orda uşaq ağır autizm sindromlu uşaq idi, ancaq göz təması qura bilirdi. Halbuki danışa bilmirdi. Az müddətdə olsa da belə göz təması var idi. Və ən çox birinci buna diqqət edilir. Göz təmasının az olması və yaxud da heç olmaması. Bundan əlavə adını çağırdıqda reaksiya verməz, işarə barmağı ilə istədiyi bir şeyi valideyninə göstərməz, nitq ləngiməsi olur, əqli geriliyi olur. Bundan əlavə autizm sindromlu uşaqlar dəyişikliyi qəbul etmirlər. Eyni yeməyi, eyni yerdə yatmağı, eyni yoldan yürüməyi, eyni geyimi geyinməyi, onlarda eyniliyi davam etdirmə olur. Exolaliyalı danışıq olur. Əgər uşaq danışırsa, buna biz loru dildə papuqay danışığı, yəni deyilənləri təkrarlayır, Təkrar. eyni sualı təkrar-təkrar deyir, eyni sözü təkrarlayır və yaxud da ki, əvəzikləri düzgün istifadə etməz, sanki üçüncü şəxsin təkindəymiş. Uşağın adı Əlidirsə, Əli su istəyir deyər. Və yaxud da nə istəyirsən soruşduqda su istəyirsən deyər. Bu şəkildə cavab verər. Bundan əlavə əşyaları, oyuncaqları yan-yana düzər. Yan-yana düzmə takıntı davranışı da vardır autizm sindromlu uşaqlarda. Bundan əlavə əllərini quş kimi çırpma, barmaq ucunda gəzmə, oturduğu yerdə sağa, sola, irəli, geri yellənmə, bu kimi davranışlar olur. Ondan əlavə paltaroya maşına fırlanan hissəsinə çox baxırlar. Amma bu o demək deyil ki, hər paltaroya maşına fırlanan hissəsinə baxan Çünki uşaq çox uşaqda bəli, görülür. müşahidə edirlər, Bəli, məsələn, bəli. maraqlı gəlir onlara. Autizm ümumiyyətlə spektr pozuntusundan şübhələnmək üçün ən azı 6-8 əlamətin olması lazımdır. O da yenə də bu uşaq autizm spektr pozuntusu bu uşaqda var deyə bir şey yoxdur. Sadəcə olaraq müayinə valideynlərə önəririk ki, müayinə olunması lazımdır, bəli, ən azından. Aydın. Ümumiyyətlə yaranma səbəbləri nədir? Biz adətən məsəl üçün axır vaxtlar çox eşidirik ki, genetik faktorlar rol oynayır. Bu barədə də məlumat ala bilərik sizdən. Yaranma səbəblərindən daha çox illər öncə belə bir fərziyyə irəli sürülürdü ki, autizm spektr pozuntusunun yaranma səbəbi övladı ilə soyuq münasibətdə olan ana və atadır. Ancaq bu fərziyyə özünü doğrultmadı. Və ikinci bir fərziyyə də vardır ki, ümumiyyətlə əgər uşaq peyvənd olunubsa peyvənddən oluna bilər, amma bu da fərziyyə olaraq qaldı. Çünki yetəri qədər peyvənd olunmayan, amma autizm sindromlu uşaqlar vardır ki, hansı ki bu peyvənd nəticəsində olmur və yaxud da yetəri qədər ana-ata sevgisi görən, amma autizm sindromlu olan uşaqlar vardır ki, bu heç bir fərziyyə özünü doğrultmadı. Yalnız genetik faktorların üzərində dayanılır. Çünki əgər uşaq tək yumurta əkizidirsə, əkiz uşaqdırsa və uşaqların birində autizm varsa, digərində də olma riski 23-70% arasındadır. Və cüt yumurta əkizlərində əgər uşaqların birində autizm sindromu varsa, digərində isə 0-23% arasındadır. Bir də ümumiyyətlə autizm sindromu övladı olan ailələrin genetikasına baxdığında 15%-ında autizm sindromlu şəxslər aşkarlanıb. Ona görə genetik faktorların üzərində Ən dayanır. böyük səbəblər Bəli. o sayılır. Düzdür. Və zəka səviyyələri necə olur bu tip uşaqlarda? Zəkasına görə ayırmaq olarmı? Bəli, zəkalarına görə də fərqlənirlər, düz qeyd etdiniz Nərgiz xanım. Çünki zəka səviyyəsinin geri olması bu da şiddətinə görədir. Yəni yüngül dərəcədə əqli geriliyi, orta dərəcədə və şiddətli dərəcədə əqli geriliyi və buna görə də uşağın autizm spektr pozuntusunda olan davranışlarında da fərqlilik özünü büruzə verir. Yəni əqli geriliyin dərəcəsinə görə. Eyni zamanda ümumiyyətlə əqli geriliyi olan autizm sindromlu uşaqlarda bacarıqları arasında uyum olmur. Bu nə deməkdir? Məsələn, uşağın riyazi qabiliyyəti çox yaxşıdır. Riyaziyyatı çox yaxşı bilir. Normalda riyaziyyatı yaxşı bilən uşaq öz sinif yoldaşları ilə əla səviyyədə olmasa da belə normal səviyyədə ünsiyyət qura bilir. Ancaq autizm sindromunda necədir? Yəni onlarda dar maraq çərçivəsi vardır ki, məsələn, riyaziyyatı yaxşı bilər, ancaq uşaqlarla heç sosiallaşmaq istəməz. Yəni bu uyum özünü autizm sindromunda büruzə verir. Və yaxud da ki, zəka səviyyəsinə görə onu da qeyd edə bilərəm ki, təqlid edə bilmirlər. Normalda uşağın inkişafı təqlid sayəsində davam edir. Məsələn, uşaq ana övladına yemək yedizdirir,
Və bir müddətdən sonra uşaq artıq ananın əlindən qaşığı alır, öyrənir və özü yeməyə başlayır və autizm sindromlu uşaqlarda bu olmur və yaxud da uşağın nitqinin açılması, uşaq necə danışmağa başlayır. Birinci böyüklərin davranışlarına təqlid edir, təkrarlayır. Ondan sonra keçir səslərə, səslər çevrilir hecalara, hecalar sözlərə, sözlər cümlələrə və bununla da uşaq danışmağa başlayır. Ancaq autizm sindromlu uşaqda təqlid bacarığı olmadığına görə həm zəka səviyyəsi geri qalır, həm də ki, nitqində geri qalma özünü biruzə verir. Bundan əlavə hadisələri ümumi olaraq anlaya bilmirlər. Yəni hadisənin başlanma səbəbi, ümumiyyətlə danışılanı anlaya bilməmək də var onlarda. Danışılan mövzunu anlaya bilmirlər. Bir də autizm sindromlu uşaqlarda məsələn, hər hansı bir baş verən hadisəni fərqli baxış bucağından dəyərləndirə bilmirlər. Normalda məsələn, normal inkişaf səviyyəsi göstərən uşaq hər hansı bir baş verən hadisəni öz baxış bucağından dəyərləndirir. Amma autizm sindromlu uşaqlarda bu olmur və yaxud da ki, gündəlik rejiminə ardıcıl olaraq əməl edir. Amma autizm sindromlu uşaqlar məsələn, geyinərkən belə sıranı izləməyə bilirlər. Cerland adında bir autizm sindromlu şəxs olub tarixdə. O belə qeyd etmişdir ki, mənim həyat yoldaşım mənim üçün belə deyək ki, vaxt ölçüsüdür. Yəni mən günün hansı vaxtında neçə dəfə və nə qədər yemək yeyəcəyimə yoldaşıma görə qərar verirəm. Cerland adında autizm sindromlu şəxs olub və o belə qeyd etmişdir. Və yoldaşım yanımda olmayanda belə mən ancaq kofe içməklə kifayətlənirəm. Yəni vaxt bölgüsü, zamanlama autizm sindromlu uşaqlarda olmur. Eyni zamanda ümumiləşdirmə bacarığı da olmur. Məsələn, autizm sindromlu uşaqlardan fərqli olaraq normal inkişaf səviyyəsi göstərən uşaqlar köhnə öyrəndiyi bilikləri yeni biliklərlə əlaqələndirə bilirlər. Amma autizm sindromlu uşaqlarda olmur. Bu nə deməkdir? Məsələn, sosiallaşma bacarığı öyrədilir autizm sindromlu uşağa və salam vermə, məsələn, bacarığını öyrədirik. O yalnız evdə anasına salam verir. Atasına, qardaşına, bacısına salam verməz. Yəni ümumiləşdirmə bacarığı olmur. Niyə məhz anaya? Məsələn, biz ona ana ilə reabilitasiya zamanı salam vermə bacarığını belə deyək ki, reabilitasiya edirik seanslarda və o seans müddətində anaya salam verməni öyrənir. Amma evə getdiyində ataya, bacıya və ya yolda gördüyü, tanıdığı bir qohumuna salam verməz. Aydındır. Hansı duyğularda ümumiyyətlə autizm sindromlu uşaqlar problem yaşayır? Demək olar ki, duyğuların əksəriyyətində yaşayırlar. Duyğusal cəhətdən, duyğu dediyimiz yəni duyğu orqanlarını nəzərdə tuturuq biz. Görmə, eşitmə, iyi bilmə, dad bilmə və toxunma. Ümumiyyətlə, autizm sindromlu uşaqlarda aşırı həssaslıq olur. Bizi narahat etməyən görüntülər, səslər onları narahat edə bilər. Bizi narahat edənlər onları narahat etməyə bilər. Məsələn, görmə duyğusundan başlamaq istəyirəm. Normalda uşaq doğulandan sonra körpə uşaq 30 santimetrə qədər məsafəni görür. 30 santimetrdən ötəni görmür. Çünki görməni təmin edən sinir yolları hələ tam inkişaf eləmir. Və ay keçdikcə uşaqda göz təması getdikcə artır. Ay bayı uşaqda göz təması artır. Artıq 3-4 aylığından etibarən uşaq sağa, sola başını çevirir, hərəkət edən insanlara baxır, əşyalara baxır. Amma autizm sindromlu uşaqlarda necə olur? Onlar göz təması qurmaq istəmirlər. Və tarixdə olan autizm sindromlu şəxs Lansdowne qeyd etmişdir ki, mənim üçün kiminləsə göz təması qurmaq çox əzabverici bir şeydir. Mənim daxili rahatlığımı və hüzurumu pozur. Ona görə də mən eyni otaqda başqa insanlar varsa əgər, onların fərqində olmuram. Yalnız onlar ayağa qalxıb hərəkət edəndən sonra fərqində oluram. Bu da onunla əlaqədardır ki, mənim daxili rahatlığım, hüzurum pozulur ona görə. Yəni bu görməklə bağlı olan və eşitməklə bağlı olan problemlərini də qeyd etmək istəyirəm ki, eşitməklə bağlı o problemlər olur autizm sindromlu uşaqlarda ki, normalda uşaq ana bətnindən artıq ananın səsini tanıyır. Artıq doğulandan sonra, körpə dünyaya gələndən sonra ananın səsini digər səslərdən ayıra bilir. Bəli. Eləcə də ananın qucağında daha rahatlıq tapır. Amma autizm sindromlu uşaqlar necədir? Onlar belə deyək ki, səslərə qarşı reaksiya verməyə bilərlər. Adını çağırdığında reaksiya verməyə bilərlər. Və yaxud da ki, bizi narahat edən hər hansı bir gürültü, məsələn, küçədə gələn maşın səsləri, siqnal səsləri bizi narahat edər, amma onları narahat etməz. Və yaxud da ki, onları narahat edən şeylər fərqlidir. Ola bilər ki, hansısa bir reklamın səsi, hansısa bir görüntü, televiziyada baxarkən hər hansı bir görüntü onları qorxuda bilər.
Və Çox normal olan bir görüntülər belə narahatçılıq bəli, yarada bizi bilər. narahat etməyən, normal inkişaf Aha, səviyyəsi göstərən uşaqları narahat etməyən şeylər onları narahat edə bilər. Və bu eşitməklə bağlı olan və adətən valideynlər uşağın adını çağırdığında reaksiya vermir və düşünür ki, ola bilər uşağımda eşitmə qüsuru var və həkimə apardığında məlum olur ki, uşaq eşidir. Sadəcə adına reaksiya vermir. Bu da təbii ki, autizm sindromu ilə əlamət. bağlıdır və toxunma ilə qısa olaraq toxunma ilə bağlı da toxunma duyğusu ilə əlaqəli olan problemlərini də qeyd etmək istəyirəm ki, uşaqlar normalda, yəni qucağa alınmaqdan, sevilməkdən, əzizlənməkdən xoşlanırlar. Amma autizm sindromlu uşaqlar var ki, buna aşırı sərt reaksiya verə bilirlər. İstəməyə bilərlər. Amma bu o demək deyil hamısında belədir. Qeyd etdiyim kimi, İndividual bəli, olaraq. individualdır. Fərqlilik özünü biruzə verir. Və dad duyğusu da eyni zamanda bəzən eyni dadları ancaq eyni yeməyə davam eləmək istəyirlər günlərlə və yaxud da ki, sevmədiyi yeməkdən sevdiyi yeməyə əlavə etdikdə bunu hiss edib o yeməyi yeməzlər. Çox maraqlıdır. Bildiyim qədərilə, ümumiyyətlə araşdırdığımız qədərilə, yaddaşları çox güclü olur bu tip uşaqların. Nə dərəcədə bu doğrudur? Bəli, elə bir faktor var, ancaq hamısında deyil Nərgiz xanım. Çünki autizm sindromlu uşaqların yalnız 2% üstün yetənəkli. Einstein bildiyiniz Doğrudan. Einstein, bəli, Asperger Bilmirdim mən sindromlu, məsələn. bəli, Asperger sindromlu şəxs olub, yəni tariximizdə hamımızın tanıdığı. Ümumiyyətlə fotoqrafik yaddaş olur onlarda. Yəni o da qeyd etdiyim kimi hamısında deyil. Və 10%-ında akademik, yəni öyrənmə bacarıqları yaxşı olur. Amma qalan belə deyək ki, 90%-ında, 88%-ında isə yəni güclü yaddaşa sahib olmurlar. Ola bilər, öyrənə bilərlər, reabilitasiya nəticəsində irəliləyə bilərlər, amma güclü hafizədən, güclü yaddaşdan danışırıqsa əgər, bu yalnız 2%-na aiddir. Tarixdə olan, məsələn, Stefan Wiltshire autizm sindromlu şəxs olub Roma üzərindən 15-20 dəqiqəlik təyyarə ilə keçdikdən sonra Romanın şəklini çəkib, xəritəsini çəkib, incəliklərinə qədər. Göz yaddaşı nəticəsi. Bəli, göz yaddaşı hadisəsi ilə. Və Kim Pik adında bir autizm sindromlu şəxs olub ki, 9000 kitab oxuyub və bir kitabın hər iki səhifəsini eyni anda oxuyub. Sağ səhifəsində sağ gözü ilə, sol səhifəsində sol gözü ilə və sadəcə kitaba 8 saniyə baxıb. Çox maraqlı məlumatdır. Biz başından bəri autizm haqqında danışanda takıntılar mövzusuna toxunduq. Ümumiyyətlə hansı takıntılar var? Takıntı anlayışını biraz daha aça bilərik. Bəli, takıntılardan sual verdiniz, Nərgiz xanım. Takıntılar müxtəlifdir autizm sindromlu uşaqlarda. Maraq takıntıları, əşya, simmetriya, eyniliyi davam etdirmə, davranış takıntıları. Davranış takıntıları az öncə autizm spektr pozuntusunun əlamətlərinə bəhs edərkən bir neçəsini misal çəkdim. Məsələn, əllərini quş kimi çırpma, ayaq barmaqlarının ucunda gəzmə, oturduğu yerdə sağa-sola yellənmə və yaxud da ki, öz başı ətrafında fırlanma, belə deyək, dayandığı yerdə əlinin içini, ovcunu yalama, qulağına əlini vurma və yaxud da yerində hoppanma, bu kimi davranış takıntıları biruzə verir və eyniliyi davam etdirmə takıntısı var. Və bu necə olur? Eyni yeməyi yesin, eyni geyimi geyinsin, eyni yoldan getsin. Bəzən olur ki, məsələn, reabilitasiyaya gələrkən uşağın atası gətirir övladını reabilitasiyaya və deyir ki, Fidan xanım, bugün fərqli yoldan gəlmək istədim, ancaq buna sərt reaksiya verdim. Ona görə də, məsələn, onlarda eyniliyi davam etdirmə, eyni yoldan gedilməlidir, eyni yeməyi yeyilməlidir, eyni yataqda uzanmalıdır, eyni stulda əyləşməlidir. Komfortlu zona Bəli. yaradırlar. Yəni bu onlarda komfort deyil də sadəcə olaraq daxili hüzurunu belə tapırlar. Yəni bununla rahat olurlar deyək. Və əşya takıntısı olur. Hər hansı bir əşyanı daim yanında gəzdirmək istəyər. Maraq takıntısı olur. Autizm sindromlu şəxslər maraq takıntısı o qədər şiddətli olur ki, həmin sahə üzrə mütəxəssis də ola bilərlər. Məsələn, tutaq ki, elektron əşyalar haqqında maraqlananlar və yaxud da tikinti sahəsi haqqında maraqlananlar və gələcəkdə mühəndis ola bilərlər və yaxud da ki, təmirçi ola bilərlər. Və simmetriya takıntısı da var onlarda. Bu da ki, belə deyək ki, hansısa bir əşyanın düzgün qoymaq. Normalda simmetrik, belə deyək də, takıntı hamıda var. İnsanlarda da olur. Bəli, amma qədərində, takıntı dərəcəsində deyil. Yəni bizi narahat edəcək dərəcədə deyil, ailə üzvlərimizi narahat edəcək dərəcədə deyil. Amma
Ə, Autizm sindromlu uşaqlarda isə artıq narahatlıq dərəcəsindədir bu. Autizm sindromlu uşaqların nitqində gecikmə olur. Ümumiyyətlə bu bütün uşaqlara aiddir, yəni autizm sindromlu uşaqlara, yoxsa necə? Bəli, autizm sindromlu uşaqlarda nitq ləngiməsi də olur. Ə, Belə deyək ki, amma bu hamısına aid deyil. Autizm sindromlu uşaqlar var ki, 65%-ində nitq ləngiməsi özünü biruzə verir. 35% ümumiyyətlə həyatı boyu danışmır. Amma elə uşaqlar da var ki, danışa bilir, sadəcə söz ehtiyatı məhdud olur. Yalnız öz ehtiyaclarını ödəmək üçün. Ünsiyyət qurmaq məqsədilə deyil, sadəcə öz ehtiyaclarını ödəmək üçün danışır. Ümumiyyətlə uşaqlarda 1 yaş yarımından etibarən zəka inkişafı ilə nitq inkişafı paralel gedir. Uşaqda nə qədər zəka yaşına uyğun səviyyədə inkişaf etmiş olarsa, bu onun nitqinə təsir edir. Əgər geri qalarsa, nitq də ləngiyir. Və danışa bilməyən uşaqlar vardır ki, özünü ifadə edə bilməyən uşaqlar vardır ki, bu onlarda hirs partlamaları, aqressivlik şəklində özünü biruzə verir. Və autizm sindromlu, autizm spektr pozuntusu olan uşaqlarda exolaliyalı danışıq olur. Yəni eyni sualı təkrar etmə, eyni sözü təkrarlama və yaxud da ki, dediyim kimi, üçüncü şəxsin təkindəymiş kimi şəxs əvəzliklərini səhv salırlar. Məsələn, soruşanda nə istəyirsən, deyir top istəyirsən. Mən top istəyirəm deməz, məsələ üçün. Həmçinin autizm spektr pozuntusu olan uşaqlarda normal inkişaf səviyyəsində məsələn necə olur? Birinci biz anlayırıq. Birinci bizdə alıcı dil bacarıqları formalaşır. Necə ki, hər hansı bir dili öyrənərkən birinci onu anlayırıq, sonra danışmağa başlayırıq. Eləcə də nitqin də inkişafında da elədir. Birinci anlamağa başlayırıq, sonra danışırıq. Amma autizm sindromlu uşaqlarda isə bu fərqlidir. Yəni bəzən sıçrama olur. Uşaq danışmağa başlayır. Məsələn, 2 yaşında bir autizm sindromlu uşaq olub və 3 yaşında da olanlar da olur. Uşaq üzündən əzbəri oxuya bilir. Ancaq oxuduğunu, buna hiperleksiya deyilir. Oxuduğunu anlamır və yaxud da oxuduğu sözlərdən hər hansı birini ünsiyyət məqsədi ilə istifadə edir. Hərf tanımadan oxuyur. Hərf tanıyaraq oxuyur. Məsələn, güclü yaddaş, hafizə sayəsində öyrənə bilirlər hərfləri və oxuya bilirlər. Ancaq ki, oxuduğu sözlərin mənasını anlamır və ona görə də sıçramalar baş verir autizm sindromlu uşaqlarda. Eyni zamanda autizm sindromlu uşaqlarda hətta tarixdə olan Gerland, yenə misal çəkəcəm. Gerland autizm spektr pozuntusu olan şəxs olub və o da deyib ki, mən kimsə mənə sual verərkən necəsən, mən dərhal deyirəm yaxşıyam, amma qarşıdakı insanın da məndən necəsən soruşmağına, yəni gözləntisini anlamıram. Və yaxud da insanlar ünsiyyət qurarkən biri ilə hansı davranışların olması lazımdır. Qarşıdakı insana bəli, emosional bağ qurmaq, onu dinləmək, növbəsi gəldiyində danışmaq. Amma autizm sindromlu uşaqlarda olmur. Yəni qarşıdakı insanın danışığını belə anlamaya bilirlər. Və autizm sindromlu uşaqlarda nitq ləngiyir. Qeyd etdiyim kimi 65%-ında gec danışırlar. Ancaq reabilitasiya vasitəsilə nitqlərində inkişaf əldə etmək mümkündür, irəliləyiş əldə etmək mümkündür. Həmçinin exolaliyalı nitqi də aradan qaldırmaq mümkündür. Və autizm sindromlu uşaqlarda ifadə edici dildən də danışmaq istəyirəm. İfadə edici dil, yəni uşaq az öncə qeyd etdiyim kimi, məsələn, uşağa reabilitasiya zamanı seans vaxtı göstəririk. Kitabda alma. Bu nədir? Alma. Almanı göstərir alma. Ancaq canlı həyatda bu nədir deyə soruşduqda o bilməyəcək. Qarşılaşdırma, Ümumiləşdirmə olmadığına görə bu zəka ilə əlaqəli bir şeydir. Zəka səviyyəsi geri qaldığına görə bu nitqinə də özünü təsir eləyir. Və alıcı dil, ifadə edici dil bacarıqlarında bu problemlər özünü göstərir. Eyni zamanda autizm sindromlu uşaqlarla dolayı dildə danışmaq olmur. Onlar məcazi mənalı sözləri anlamırlar. Məsələn, atalar sözləridir, zarafatdır, misallar, məsəllərdir. Yəni onlarla birbaşa konkret demək lazımdır. Məsələn, mən əgər autizmli sindromlu uşağa deyərəm ki, gənc yaşında biri, mənim sənin nömrəni bilməyimə ehtiyacım var. O bilməz, anlamaz mən nə demək istədiyimi. Mən ona birbaşa deməliyəm ki, telefon nömrəni mənə ver. Və yaxud da ki, kitabı stolun üstünə qoya bilərsənmi? O yenə də anlamaz. Birbaşa deməliyəm ki, kitabı stolun üzərinə qoy. Çünki uzun cümlələri, dolayı cümlələri anlamırlar, mürəkkəb cümlələri anlamırlar. Sadə şəkildə onlarla ünsiyyət qurulur. Konkret şəkildə belə deyək. Bəli, eyni.
Aydın. Həmçinin autizm sindromlu uşaqlarda ə, belə deyək ki, zidd qavramları böyük, kiçik, qısa, uzun, yəni bunlar da 3 yaşından sonra anlamağa başlayırlar. Əslində yəni 3 yaşa qədər də kiçik, böyük, uzun, qısa anlayışları uşaqlar anlayırlar, amma autizm sindromlu uşaqlarda təəssüf ki, bu 3 yaşa qədər olmur. Olmur. Əqli gerilik, nitq ləngiməsi və autizm sindromu. Bunları necə fərqləndirə bilərik bir-birindən? Necə ayırd eləmək olar? Əsas məqama toxundunuz. Çünki bir çox valideynlər bunu məndən soruşur. Çünki bəzən olur valideynlər narahatlıq keçirirlər. Mənim övladımın nitqi ləngiyir. Çünki bir-birinə yaxındır Bəli. və əlamətləri daha doğrusu yaxındır. Bu baxımdan bunu biraz açsaq bir çox valideynə aid olar. Bəli, soruşurlar ki, məsələn, övladımda nitqi ləngiyir, autizm ola bilər. Deyil. Yəni hər nitqi ləngiyən uşaqda autizm spektr pozuntusu var deyə bir şey yoxdur. Buna görə valideynlər narahat olmasın. Onları ayıran xüsusiyyətlər və əlamətlər vardır ki, məsələn, uşaq danışa bilmir, nitqi ləngiyir, amma autizm yoxdur. Fikrini ifadə etmək üçün jest və mimikalardan istifadə edir. Amma autizm spektr pozuntusunda bu olmur. Jest və mimikalardan istifadə etməzlər. Valideynin əlindən istifadə edərlər. Qapını açmaq istəyərlərsə, valideynin əlini tutub aparıb qoyarlar qapının qulpuna. Yəni onların işarə dili valideynin əlidir, belə deyək. Hərəkətlərlə Bəli. göstərir. Ancaq nitq ləngiməsində bu olmur. Və yaxud da ki, sosiallaşa bilirlər. Nitq ləngiməsi olan uşaqlar sosiallaşırlar. Və yaxud da ki, exolaliyalı danışıq onlarda olmur. Əvəzliklərə qarışdırmırlar. Fərq budur. Və əqli geriliyi olan uşağı necə fərqləndirmək olar? Hər əqli geriliyi olan uşaq autizmdir deyə bir şey yoxdur. Amma autizm sindromlu uşaqlarda əqli geriliyi olur. Necə fərqləndirmək olar? Sosiallaşmaqdan. Əqli geriliyi olan uşaqlar sosiallaşmaqdan qaçmırlar. Yəni onlar yaşıdları ilə, özündən böyüklərlə sosiallaşırlar, ünsiyyət qurmaq istəyirlər. Ancaq autizm spektr pozuntusunda bu olmur. Və yaxud da takıntılı davranışlar autizmdəki qədər əqli geriliyi də olmur. Olur, amma az sayda olur. Yəni əsas fərqləndirən cəhətlər bunlardır. Aydındır. Ümumiyyətlə autizm sindromlu uşaqlar oyun oynayırlarmı? Proses necə olur? Yəni normal uşaqlara nisbətən bu barədə məlumat verərdiniz. Oyun oynayırlar, amma özünə məxsus oynayırlar. Bu da yenə autizm sindromunun şiddətinə görədir. Məsələn, tipik autizm sindromlu uşaqlarda hansı ki ağır dərəcəlidir, onlar oyuncaqlarla məqsəd uyğun formada oynamazlar. Məsələn, maşın sürər uşaq, maşının təkərlərinə baxar. Ya maşının təkərlərini fırladar. Və yaxud da ki, oyunlarında hər hansı bir qaydaya rast gəlinməz. Normalda 3 yaşında, 2 yox, 3 yaşında bir uşaq artıq həkim, polis oyun oynayır. Amma autizm sindromlu uşaqlarda 3 yaşda bu biruzə verməz. Və yaxud da ki, uşaq, qız övladı, deyək ki, öz gəlinciyini yemək yedizdirilmiş kimi davranır. Simvolik oyun oynayır. Amma autizm sindromlu uşaqlarda bu olmaz. Yaşı irəliləyir, amma oyunlarda inkişaf olmur. Həmçinin yumru, məsələn, qapaq formasında olan əşyalarla oynayar, onlara hər hansı bir yerə vurar, səs çıxardar, bu onlara xoş gələr. Hətta autizm sindromlu bir pasiyentim oldu ki, mən ondan azan səsi ilə seans keçmişəm. Bəli. Çünki azan səsi Hüzur verir yəni. bəli, sakitləşdirib, ona görə də seans vaxtı azan səsindən istifadə etmişik. Çox gözəl. Ümumiyyətlə hansı nitq problemləri var autizm sindromlu uşaqlarda? Nitq problemləri şəxs əvəzliklərinə qarışdırma, exolaliya, nitqin ləngiməsi və işarə barmağının olmaması, valideyn əlindən istifadə etmə, jest və mimikanın olmaması, jest mimika, ümumiyyətlə onların danışığı monoton olur. Yəni hər hansı bir duyğudan istifadə etməz, empatiya qura bilmirlər. Çünki hər hansı bir insanın belə deyək ki, davranışından, bədən dilindən onun qəmgin, sevincli olduğunu ayırd edə bilməzlər. Həmçinin yaşıdlarından geri qalır nitqi. Nitqində sıçramalar olur. Az öncə qeyd etdiyim kimi danışır, amma nə dediyini anlamır. Bundan əlavə təqlid bacarıqları olmur. Çünki nitq bacarığı elə bir şeydir ki, o ancaq təqlidlə irəliləyir. Amma bunu reabilitasiya vasitəsilə uşaqlarda nitqin inkişafına hər bir uşağa özəl olaraq, individual olaraq biz proqram hazırlayırıq autizm sindromlu uşaqlarda və həmin proqramla irəliləyirik. Öncə test olunur və uşağın inkişafına görə biz belə deyək ki, hər seansda
proqram üzrə uşaqlar da, Etap. bəli, həm zehni, həm nitqi, həm motorika bacarıqları, çünki motorika bacarıqları da nitqin autizm sindromlu uşaqlarda geri qalır. Bir çox mövzusuna toxunduq. Autizm sindromunun ümumiyyətlə zəka səviyyəsinə, yaddaşa, bəs emosional problemlər bunlar hansılardır? Bəli, emosional problemlərdə yaşayırlar. Səbəbsiz gülüb ağlamalar ola bilər. Bunlar ağır autizm sindromlu uşaqlara aiddir. Məsələn, durduğu yerdə gülər, durduğu yerdə ağlayar və yaxud da ki, deyək ki, qorxuları olur. Autizm sindromlu uşaqlarda bu qorxular bizi narahat etməyən şeylər ola bilər. Az öncə qeyd etdiyim kimi, hər hansı bir reklamın səsindən, görüntüdən qorxa bilər. Ancaq bizi qorxudan normalda uşaqlar nədən ehtiyat edirlər? Maşın yolundan, hündürlükdən. Yanıqdan, yanmadan, tokdan, Bəli. belə deyək. Amma autizm sindromlu uşaqlar ehtiyatını onlardan saxlamırlar, çünki zehni inkişaflarına görə bu mümkün olmur. Ancaq öyrədildiyində artıq seanslarla reabilitasiya keçdikdən sonra bəli, onlarda da yəni İrəliləyişlər bəli, görürlər. irəliləyişlər olur. Həmçinin belə deyək ki, empatiya qura bilmirlər. O da emosional bir problemdir ki, qarşıdakı insanın duyğularını anlaya bilmirlər, özünü onun yerinə qoya bilmirlər. Aydındır. Növləri varmı ümumiyyətlə autizm sindromunun? Hansı növlərdir bunlar? Bəli, növləri var və növləri tipik autizm sindromu var, tip növü vardır. Bu ağır autizm növüdür. Asperger növü vardır. Atipik. Növlər də şiddətinə görə dəyişir. Bəli, bəli. Bir-birinə bənzər olanları da vardır, amma fərqlənənləri də vardır. Və qeyd etdiyim kimi tipik, atipik, Asperger və Rett sindromu vardır ki, o da autizm sindromuna bənzəyir. Tipik bu gün ərzində mənim danışdığım əksər xüsusiyyətlər tipik autizm sindromunda özünü biruzə verir, çünki ağır növüdür. Ancaq Asperger növü, az öncə qeyd etdiyim Albert Einstein Asperger sindromlu şəxs olub. Asperger növündə fərqi nədir? Asperger sindromunda doğulandan heç bir nitq probleminə rast gəlinmir. Nitq ləngimir, uşaq danışır. Sadəcə olaraq sosiallaşmırlar Asperger sindromlular. Və sosiallaşmaqdan qaçırlar. Məsələn, məktəbə gedərlər, sinif yoldaşları ilə hər hansı bir yerə gəzintiyə çıxmaz, ailəsi ilə gəzintiyə çıxmaz, ailə qura bilirlər. Autizm sindromu, Asperger növündə ailə qura bilirlər. Ailəsi ilə gəzintiyə çıxmaz. Sosialdan uzaq qalırlar. Bəli, bəli. Eyniliyə bağlılıqları olur onlarda. Çox dəqiq, ciddi, mənmərkəzçi, prinsipial olurlar Asperger sindromlu autizmli şəxslər. Həmçinin onlar sosiallaşmaq istəmirlər. Bundan əlavə danışıqları da monoton olur, ünsiyyət qurmaq məqsədli olmur. Uşaqlıqdan deyək ki, simvolik oyunlar az öncə qeyd etdiyim kimi hər bir oyuncaqla düzgün oynayar. Yəni ağır autizm sindromundakı kimi özünü biruzə vermir. Ancaq simvolik oyunlar oynamaz, həkim, polis oyunu oynamaz. Və yaxud da ki, Asperger sindromlu uşaqlarda belə deyək ki, dolayı sözləri anlamazlar. Məsələn, kimləsə tək dialoqa girə bilərlər. Ancaq əlavə bir üçüncü şəxs də onların söhbət həm söhbət olarsa artıq o danışılanları anlaya bilər. Yəni mövzunu izləmir, anlamır. Həmçinin Asperger sindromlu uşaqlarda belə bir müəllimləri təəccübləndirən xüsusiyyət də olur ki, müəllimlərə qeyd edir ki, məktəbdə ən çətin fənləri çox yaxşı bilirlər. Ancaq ən asan fənlərdə zəiflik göstərə bilirlər. Yəni fərqlilik özünü biruzə verir. Və Asperger sindrom növünü, yəni autizmin Asperger növünü digər uşaqlardan fərqləndirmək elə də asan deyil. Bunu ancaq mütəxəssislər ayırd edə bilirlər. Yenə də reabilitasiyaya dayanır bu proses. Çox təşəkkür edirəm ümumən. Bir axırıncı, sonuncu sualım olacaq sizə. Biz autizm sindromlu uşaqlardan danışdıq. Onların valideynlərinin keçdiyi o prosesdən nə qədər də bilinçli olsalar da çətin bir prosesdir. Cəmiyyət olaraq biz bu tip uşaqlara rast gəlirik. Biz necə davranmalıyıq, necə empatiya qurmalıyıq? Bu barədə də qısaca məlumat verə bilərsiniz? Ümumiyyətlə, necə yardımcı ola bilərik? Bəli, cəmiyyət olaraq biz autizm sindromlu uşaqlara necə yardımcı ola bilərik? Çox gözəl mövzuya toxundunuz Nərgiz xanım. Onlara edə biləcəyimiz, belə deyək, ən böyük dəstək onlarla empatiya qurmaq və anlayışlı olmaqdır onlara qarşı. Ümumiyyətlə, autizm sindromlu
övladı olan ailələrə, eyni zamanda uşaqlara anlayışla yanaşmaq, bu onların belə deyək ki, yükünü, çətinliklərini asanlaşdırır. Bəli. Zaten onların həyatda yaşadığı çətinliklər çox olur. Reabilitasiyalara getmək, ailə daxilində olan, uşaqla bağlı olan çətinliklər və bizim edə biləcəyimiz, cəmiyyət olaraq onlara dəstək ola biləcəyimiz ən önəmli məqam onlarla anlayışla yanaşmaqdır, onlarla empatiya qurmaqdır. Çünki həqiqətən də onların da buna ehtiyacı vardır. Autizm sindromu yoluxucu xəstəlik deyil və valideynlər də çox istərdim ki, bu mövzuda hər biri ən azından bir dəfə öz övladı ilə autizm sindromu haqqında bəhs etsə, onların sosiallaşmasına da yardımçı ola bilərlər. Çünki parkda və yaxud da hər hansı bir yerdə autizm sindromlu uşaq gördüyündə ondan qaçmazlar. Elə məktəblərin özündə də olur. Bəli, Bu bəli. tip uşaqlar, bəli, eyni məktəbdə dərs alırlar da, yəni uşaqlarla bir, təbii ki, şiddətindən yenə də Hı hı. asılıdır. Yəni ən azından uşaqlar bu haqqda məlumatlı olsalar, bu da bizim cəmiyyətimizdə çox böyük dəyişiklik yaradar. Həmçinin valideynlər özü də yanaşma tərzini dəyişsək onlara qarşı, onlara sanki xəstəymiş kimi davranmasaq və onlarda olan o narahatlıqları təbii qəbul etsək, sanki günahlandırmış kimi baxışlarla onlara nəzər yetirməsək, çünki bunlar həqiqətən təsir edir hamısı. Eyni zamanda uşaqlar parkda oynayarkən onları da öz oyunlarına alsa, təbii ki, bu onların həyatında çox böyük rol oynayar və çox böyük dəyişikliklərə səbəb olar. Düzdür. Mən sizə çox təşəkkür edirəm. Bugünkü verilişimiz üçün çox qaranlıq qalan suallara cavab verdiniz. Mən ümid edirəm ki, bütün valideynlərə, bu tip sindromla əziyyət çəkən uşaqların valideynlərinə də suallarına cavab tapdılar. Çox sağ olun ki, gəldiniz, vaxt ayırdınız bizə. Təşəkkür edirəm. Mən təşəkkür edirəm Nərgiz xanım dəvətiniz üçün. Ümid edirəm ki, bugünkü podkastımız bol-bol faydalı məlumatlarla dolu oldu və izləyəcək olan hər bir kəsə də faydalı olacaq. Məncə də. Çox Təşəkkür sağ olun. edirəm. Sağ olun, çox sağ olun.